Bilirsiniz ki, İslam dini elmə həmişə böyük önəm verir. Və elm mühüm yer tutur. Və Quranın ilk nazil olan ayəsi oxunan başlayır. Və əlbəttə ki, elm deyəndə birinci deyəni Allahın elmi, Allahın dini. Və əlbəttə ki, sonra başqa elmlər də müsəlmanlara lazım olan qadarı, onlar da lazımdır. Yəni, onları inkar edən yoxdur. Sadəcə düzgün başa düşmək lazımdır. Məsələn, Şeyx Rabi rəhmətullah aleyhi deyir ki, bidətçidən elm almaqdansa cahil qalmaq, yəni elmsiz qalmaq daha yaxşıdır. Və məsələyə doğru düzgün qiymət vermək lazımdır. O demir elmi alma. Çünki insan heç nə bilmirsə, heç nə də bilmir. Qalır öyle yerində sayır da, belə deyil. Amma o bidətçidən elm öyrənəndə özü də xarab olur. Ətrafını da xarab edir. Dövlətini də xarab edir, cəmiyyətini də xarab edir. Gör, nə qədər fəsad olur. Dünyasını da itirir, ahirətini də itirir. Ona görə də yəni, elm almaq nədir? Lazımdır. Amma doğru düzgün, dürüst elm olmalıdır.